Sabiq icra başçısının oğlu 40 villa alıb, dəyərli izləyicilər, belə bir xəbər var. Zəhmət olmasa, bu arada qeyd edeyim, suallarınız varsa YouTube kanalımıza keçin, İntiqam Valihoğlu yazın, canlı yayındayıq və canlı yayında elə şərh bölməsində suallarınızı yazın və cavablayaq. Bütün suallar təbii ki, xəbərlərin aralığında cavablandırılır və birazdan digər vacib xəbərləri də diqqətinizə çatdıracağım. Sumqayıtdakı həmin o dırnaq arası məşhur məmur ki var idi, ona vəzifə verilib. Hansı vəzifədən söhbət gedir, bunu da sizə təqdim eləyəcəm, dəyərli izləyicilər. Azərbaycanlı biznesmen Ümid Abuzərli Rumuniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb və bu Ümid Abuzərli Azərbaycanın sabiq icra başçılarından, məşhur icra başçılarından birinin övladıdır. Və həmin o icra başçısı Tahir Kərimovdur. Onun məşhur bir fotosu var, gənclər belə gülünən. Həmin fotonu əgər tapa biliriksə, onu da hazırlayaq, zəhmət olmasa. Və bu barədə məlumatı jurnalist Elçin Alıoğlu sosial şəbəkədə paylaşıb, bildirib ki, Rumıniyanın Profit.ro portalının 29 yanvarda dərc etdiyi məlumata görə layihə Azərbaycanın Salyan rayonunun icra hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib. Deməli, Tahir Kərimov barədə deyim. Tahir Kərimov, belə deyək, bir neçə il öncə ölkə mediasında kifayət qədər məşhur bir sima idi. Ən çox da nəyə görə? Deməli, bir görüntüsü üzrə çıxmışdı. Deməli, gənclərdir, belə gül çələngləri tuturlar. İndi irəliyən dəqiqələrdə yəqin ki, artıq bəli, ekranlarınızda görürsünüz həmin fotonu. Və bax, həmin o Tahir Kərimovun, Tahir Kərimovun oğludur bu Ümid Abuzərli və qeyd olunur ki, Rumıniyanın Profit.ro portalının 29 yanvarda dərc elədiyi məlumatda belə bir informasiya qeyd edilib və Abuzərlinin yaratdığı Memar Kapital şirkəti Rumıniyanın Buxarest şəhərinin şimal kənarında İlfov qraflığının Voluntari bölgəsindəki Pipera məhəlləsində yerləşən və əvvəllər iş adamı George Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb. Bu George Bekali də səhv etmirəmsə FKSB ki var, Qarabağdan rəqib idi. Qarabağ əleyhinə belə deyək də müəyyən fikirlər səsləndirmişdir. Bu soyad mənə çox tanış gəlir. George Bekali həmin o Qarabağın rəqibi olan komandanın belə deyək, klubun prezidentidir daha doğrusu və dəyərli izləyicilər, həmçinin Memar Kapital Rumıniya bazarında 3 yaşayış kompleksində 86-dan çox evə sahib olduğu bildirilir. Yeni layihədə isə hər biri təxminən 134 kvadrat metr sahəsi olan 2 mərtəbəli 40 villa yerləşir. Xatırladaq ki, Tahir Kərimov 2011-ci ildə Salyan rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 2016-cı ildə bu postdan azad olunmuşdu. Sabiq icra başçısı 2015-ci ildə sosial şəbəkələrdə yayılan fotolarda Salyanda keçirilən bir tədbirdə çiçək çələnglərindən ibarət tağın altından keçirkən çəkilmiş fotosu ilə gündəmə gəlmişdi. Həmin çələngləri isə yerli məktəblilər tutur.